Hər vaxtınız xeyir. Son günlər ölkə ərazisində mülayim hava şəraiti davam eləyir. Gecə boyu baş verən duman səbəbindən bəzi yollarda sürət həddi aşağı endirilib. Bəs irəliləyən günlərdə də hava şəraiti bu cür olacaq? Ətraflı məlumatı Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun mütəxəssisi Fidan Hacıyeva təqdim edəcək. Buyurun Fidan xanım. Salam, hər vaxtınız xeyir. Bugün paytaxtımızda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, havanın temperaturu maksimal 9-14 dərəcə, axşam isə 3 dərəcə isti olacağı gözlənilir. Sabah da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Bölgələrimizdə də həmçinin Qarabağ və Şərqi Zəngəzur zonasında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın maksimal temperaturu gündüz 12-17 dərəcə isti, dağlarda isə 7-12 dərəcə isti olacağı gözlənilir. Və qeyd edim ki, artıq ayın 9-undan bölgələrimizdə bəzi yerlərdə gecə və axşam arabir yağıntılı olacağı, qar yağacağı ehtimal olunur. Təşəkkürlər. Bizim sizə çatdıracaqlarımız bu qədər idi. Buyurun, söz yenidən sizdədir.